Əgər səndə xroniki yorğunluq sindromu varsa, əgər səndə depressiya varsa, uzun illərin təşvişi varsa 100% vitamin D çatışmır. Bu hələ elmi tədqiqatlar mövzusu tam hələ ortaya çıxmayıb, amma mənim şübhəm var bu sayədə ki, doğrudan da illər boyu gərgin və təşvişli olan adamın vitamin D-si işlənəcək, xərclənəcək, çatışmayacaq. Vitamin D əzələ yığılmasına kömək edirsə, daim gərgin əzəliyə nə lazımdır? Vitamin D lazımdır da, düzdürmü? O xərclənir axı vitamin D. Biz o qədər günəş almırıq. Deməli, hətta yoxlamasan belə həftədə bir dəfə orta terapevtik dozanı böyük yaşlı insanlar qəbul etməlidir. Biri var məsələn profilaktik doza, bir də var ki, müalicə profilaktik doza. Müalicədən də müalicə gedəcək həkim təyin edəcək, yoxlayacaq, təyin edəcək uşaqda və böyükdə. Amma uşaqda və böyükdə eyni dərəcədə dünyada qəbul olunan standart profilaktik dozalar var ki, qanını yoxlamadan bunu işlədə bilərsən. Çünki hər adam gedib analiz vermiş. Amma sən xroniki yorğun haldasansa, həyat eşqin zəifdirsə, məsələn durub iş görmək istəmirsənsə, vitamin D burada dəstək müalicəsi kimi ola bilər. Amma psixoloji əsasları da müalicə etmək şərti ilə bir yerdə. D vitamini haqqında biz tez-tez videolarımızda məlumat veririk izləyicilərimizə və tövsiyə elədiyimiz vitaminlərdən bir də bəs Multizan preparatıdır. Multizan 10.000 vahidəli. Multizan D3 tanıya qədər mən qabaq özünə yedim, ağzıma belə vitamin D-ni damızdırırdım yağı birbaşa dilimin üstünə. Çörək də tökürlər bəzən. Həkim kimi təxminə özümə icazə verirdim ki, həftədə bir müəyyən doza alım və təxminə 10-15 min doza alırdım. Vitamin D tabletkada var deyə onu başlamışam və o daha mənim işimi rahatladı. Aldın, atdın, su ilə içdin, damcı damızdır, nə bilim nə isə damızdır, buna ehtiyac qalmır.